Siz elə bilirsiniz ki, təbiətlə qovuşmaq üçün mütləq gərək çöllü biyabana, meşəyə, dağa gedib çıxmaq lazımdır. Yox, təbiəti görmək istəyən hətta elə yerlərdə görə bilər onu ki, adamın heç ağlına gələ bilməz. Bax, bu bir 5 mərtəbənin bir blokudur. 5-ci mərtəbə düz mənim evimin yanı. Yəni evimin qapısının bir hissəsi, qapının yanı. Bax, fikir verin buna. Görürsünüz bu gözəl göyərçini, oturub yumurtaların üstündə, Allah qoysa indi balalar oradan çıxacaq. Görürsünüz? Hə, köynələr, gəlin indi sizə bunun tarixini danışım. Bir neçə il bundan qabaq gördük ki, göyərçinlər uçurlar bu pəncərədən, girirlər orada özləri üçün yuva tikirlər. Biz də onlara dəstək olduq. Yəni mənim yoldaşım, uşaqlar həmişə çalışdıq bu pəncərəni açıq saxlayaq ki, onlar öz yuvalarını orada düzəldə bilsinlər. Nəhayət üstündən neçə illər keçib, hər il orada yəni yeni babalar göz açır, uçurlar, gedirlər, qovuşurlar təbiətə. Hətta bir neçə dəfə elə olub ki, balası oradan düşüb yerə, biz də neynəyək məcbur oluruq, baxırıq onları, götürürük onları, qaldırmışıq, qoymuşuq təzdən yuvasına. Onu da sizə deyim ki, həmişə bax demək olar ki, hər il bu göyərçinlərin balaları çıxmaqdan qabaq mənim həyatımda nəsə bir xoş bir hadisələr baş verir. İndi necə deyərlər, yenə də ümidimi bəsləmişəm yuxarı Allaha, bir xoş nəsə bir hadisə gözləyirəm. Bu qədər qəlbdən qəlbə.